heç nə yemirəm, gözləyirəm, narahatam, əziyyət çəkirəm. Ancaq çox miqdarda qaz var, məni qoymur yatmağa. Və qazın arxasından da ishal gəlir. Yəni, həzmim normal getmir, doktor. Mən neyinim? Mən onlara məsləhət görürəm ki, siz mütləq nəzi səkdirməlisiniz. Disbakterioza, bağırsaq çöplərinin nisbəti bilinməlidir. Disbakterioz varsa, müalicə olunmasa, sizin əhvalınız yaxşı olmayacaq. Yəni, narahat olacaqsınız. Yediyiniz canınıza yayılmayacaq. Bu baxımdan da təbii ki, bunun yolunu deyirəm ki, mütləq nəzi çəkilməlidir disbakterioza və ondan sonra bağırsaq çöpləri normal vəziyyətə salınmalıdır. Bundan başqa, təbii ki, eyni qaydada bir mənalı şəkildə qəbizlikdə də mütləq yenə disbakterioz yoxlanılır, qurd xəstəlikləri yoxlanılır, sonra bağırsaqda hər hansı bir maneənin olub-olmaması yoxlanılır və nəticədə də səbəbi tapılmalıdır mütləq mənada ki, qəbizliyin səbəbi nədir? Xüsusilə yaşlı adamlar müxtəlif vasitələrdən istifadə edirlər. Adını çəkmirəm kimyəvi damcı dərmanını ki, mən 20 damcı, 25 damcı atıram suya, bir təri əmələ gəlir. Onu daimi qəbul etmək həm bağırsağı tənbəlləşdirir, həm də təbii kimyəvi maddə olduğu üçün orqanlara, digər orqanlara da zərərli təsir edir. Ancaq təbii bitkilər hər halda kimyəvi maddələrə nisbətən daha təhlükəsizdir, daha rahatdır. Elə yeri gəlmişkən, mən hər zaman deyirəm, insanlarımız ən çox səna yarpağını tanıyırlar. Səna yarpağından bərabər acılıq otu da çox gözəl effekt verir. Sonra çay çiçəni yağı, zeytun yağı qəbul etmək və zeytunun özünü yemək, alma, bir ədəd səhər, bir günorta, bir axşam yemək, bir yerkök səhər, günorta, axşam yemək, 5-10 quru əncir qurusunu qoyursunuz stəkana, üstlərinə qaynar su tökürsünüz və qaynar suyun ağzını örtürsünüz, səhərə qədər dəmlənir və səhər onun suyunu içirsiniz və kavalısını da yeyirsiniz. Biz tərəfin dilindən desək, güvəlisini də yeyirsiniz. Sonra nəticədə də qəbzliyin aradan qalxmasına xeyli dərəcədə kömək eləyəcək təbii ki.